Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Bu dərsdə biz inşallah web təhlükəsi web Salam, hər vaxtınız xeyir. Növbəti videomuza xoş gəlmisiniz. Bu dərsdə biz web tətbiqlərindən danışacağıq. Orada əsas funksiyalar hansılardır? Ümumi web tətbiqləri bizə necə çatdırılır? Hansı protokollardan istifadə olunur? Və penetration testing istiqamətində biz hansı funksiyalardan, hansı toollardan istifadə edə bilərik? Bunlara geniş şəkildə toxunacağıq. İstəyirsiniz yavaş-yavaş başlayaq. Yenə hər dərsdə olduğu kimi hansısa bir sual yaransa zəhmət olmasa yönləndirərsiniz. Yenə bacardığımız qədər cavablandırmağa çalışacağıq. İlk olaraq biz başlayaq. Web tətbiqlər necə işləyir, web applicationlar necə işləyir? Təbii ki, hücum etməzdən əvvəl hədəfi anlamaq lazımdır. Bizdə penetration testingdə özünüz praktik hissəsində görəcəksiniz ki, hücumlarımızın əsas aspekti bizim web applikasiyalarından başlayır. Daha sonra onlar üzərində müəyyən akses əldə etdikdən sonra serverləri keçid edir və pivoting və buna bənzər digər anlayışlar vasitəsilə biz artıq şəbəkəyə, sistemə əlçatan oluruq və hücum istiqamətini beləliklə daha da genişləndirə bilirik. Burada əsas arxitektura göstərilib. Təbii ki, bütün istifadəçilərin, eləcə sizin, mənim, bunu hansı platformadan izləyirsinizsə, həmin platforma sizin istifadəçi tərəfiniz, yəni client side adlandırılır. Bu brauzerdə işləyən HTML, CSS və JavaScript kodlarından ibarət bir belə deyim, tətbiqdir, bir koddur. İstifadəçinin gördüyü, kliklədiyi və interaktiv olduğu bütün vizual hissədir. Asma dilində də bu application layer'ı belə deyim, özündə ehtiva eləyirdi. Daha sonra server tərəfi var. Hansı ki, server tərəfi üzərindən bizə bizim gördüyümüz istifadəçi tərəfi göstərilir. Bu server üzərində host olunur, server üzərində saxlanılır. Daha sonra ehtiyac halında biz deyək, həmin URL-ə daxil olmuşuqsa, həmin resursdan istifadə etmək istəyiriksə, bu artıq bizə əlçatan olur və istifadəçi tərəfi bizə göstərilmiş olur. Server tərəfində tətbiq etmənin iş məntiqi, istifadəçi sorğularının emal edilməsi, məlumat bazasına müraciət edilməsi və sair kimi proseslər icra olunur. Siz server tərəfini bir növ backend, istifadəçi tərəfini isə bir növ frontend kimi nəzərdə tuta bilərsiniz. Python-da məlumat bazası var. Məlumat bazaları üzərindən də lazım olan bütün məlumatlar çəkilir. Burada əsas SQL-dən istifadə olunur və yaxud NoSQL, Mongo database kimi, MySQL, PostgreSQL kimi əsas database növlərindən istifadə olunur. Burada ümumi siz belə deyim, tunel dediyimiz anlayışı görə bilərsiniz. Proses bu hissə ilə ardıcıl şəkildə baş vermiş olur. Təbii, bəs dedik ki, web tətbiqlər bizə təqdim olunur. Biz interaksiyaya keçə bilirik, orada bəzi proseslər icra edə bilirik. Biz bunu necə edə bilirik? Bu məlumatlar bizə necə çatır? Bunun üçün əsas HTTP adlandırdığımız protokol bizə dəstək olur. HTTP Hypertext Transfer protokoldur. HTTP vasitəsilə web serverlər və brauzerlər arasında məlumat ötürmək üçün istifadə olunan əsas protokol belə deyək. Məlumatlar şifrələnmədən ötürülür. Bu onu hücumlara qarşı açıq eləyir. HTTP və HTTPS məntiqən eyni şeydir. Əsas burada Hypertext Transfer protokol dediyimiz anlayış durur. Sadəcə HTTPS-də bunun daha təhlükəsiz versiyasıdır. Biz danışmışdıq, encrypted məlumatlar var və yaxud plain text halında göndərilən məlumatlar var. HTTP-də SSL sertifikat dediyimiz, siz özünüz də məsələn hansısa bir sayta daxil olan zaman sizə bildiriş yollayır ki, bu sayta daxil olmasından qabaq göz gəzdirin və yaxud öz icazənizlə daxil olmağınızı istəyir. Bu SSL sertifikatı olmayan, yəni HTTP protokoluna istifadə edilən veb saytlara aiddir, veb tətbiqlərə aiddir. HTTPS-də isə onun secure versiyasıdır. Burada SSL, TLS sertifikatları ilə məlumatlar şifrələnir, encrypt versiya da bizə göstərilir. Penetrasiya testləri bu fərqə xüsusi diqqət yetirir. Bu hansı ki snooping və sair kimi penetration testingdə istifadə etdiyimiz proseslərdə ciddi fərq yaradır. HTTP protokolundan istifadə edən veb saytlarda baş verən məlumat transferini rahatlıqla izləmək olur. Bu da hücumlara qarşı daha açıq bir hala gətirmiş olur. HTTP 80-ci protokol portdan istifadə eləyir. HTTPS isə 443-cü portdan istifadə eləyir. Biz hücumlar zamanı belə deyim, enumeration prosesində və sair bunda yenə eyni şəkildə detallı şəkildə görəcəyik. Daha sonra mən danışmaq istəyirəm HTTP status kodlardan. Bu nəyi nəzərdə tutur? Web tətbiq bizə göstərilirmi və yaxud deyək hansısa bir URL-ə yönləndirmişik, getmək istəyirik. Məsələn, chronosedo.com/blogs deyə bir URL-ə getmək istəyirik. Bu URL əgər varsa və biz bunu görə biliriksə, bu HTTP-nin 200 belə deyim koduna sahib bir status kodudur, belə deyim. Sorğu uğurla icra edilir və 201-də isə created, yəni resurs yaradılır deməkdir. Daha sonra 300 ilə başlayan 3 burada yer verilir. Burada dəyişə bilər təbii ki, sonki rəqəm. 3 ilə başlayan bütün kodlar, status kodları isə yönləndirməni nəzərdə tutmaq üçündür. Məsələn, moved permanently resurs daimi olaraq götürülüb, 302 not found isə müvəqqəti olaraq yönləndirmə üçün nəzərdə tutulub. Görmüş olarsınız, məsələn 404 not found kodu, belə deyim, hər kəsin ümumi tanış olduğu bir koddur. Bu resursun tapılmadığı və belə bir resursun olmadığını ifadə etmək üçün istifadə olunur. 401 isə autentifikasiya tələb olunur. Məsələn, deyək ki, siz adi bir istifadəçi olaraq /admin URL-nə gedə bilmirsiniz.
Bu zaman siz 401 kod ilə rastlaşacaqsınız. Eyni şəkildə 400 kodda eyni məqsədlə istifadə olunur. Bu da ümumi yenə icazənin olmadığını göstərmək üçün nəzərdə tutulub. Daha sonra server xətaları var. Hansı ki, burada göstərilən bütün kodlar birbaşa bizim web tətbiqimizdə olan status kodlardır və səhifənin olub-olmamaqdır və yaxud yaradılmağıdır və yaxud yönləndirib-yönləndirilməmənizi göstərmək üçündür. 500 ilə başlayan, 5 ilə başlayan bütün kodlar isə, status kodları isə server xətalarını ifadə etmək üçün istifadə olunur. 500 kodu internet server error deməkdir, yəni daxili xəta çox vaxt konfigurasiya problemini göstərir. 500 isə service unavailable, yəni server əl çatmazdır ifadəsini göstərmək üçün nəzərdə tutulmuş bir status kodudur. Daha sonra biz keçək penetration testində istifadə etdiyimiz əsas brauzer alətlərinə. Bunu siz özünüz də bunu izlədiyiniz brauzer üzərindən, məsələn, Udemy-dən izləyirsinizsə tətbiq edə bilərsiniz və bəzi prosesləri göz gəzdirə bilərsiniz. Hər müasir brauzerdə gizli bir analiz laboratoriyası var. Developer Tools pentester üçün bu alət çox dəyərlidir. Məsələn, sağ düyməyə basıb inspect hissəsinə gəldikdə, burada siz geniş şəkildə bununla tanış ola bilərsiniz. Gördüyünüz kimi Elements, Console, resurslar, Network, Performance, Memory, Application kimi hissələr mövcuddur. Məsələn, Application hissəsinə gəlsəz, burada siz HTML, CSS-də sizə təbii ki, icazə verilən qədər bütün detalları görə bilərsiniz. Burada şəkillərdir və yaxud digər məlumatlardır. Tutalım application hissəsindən tanış ola bilərsiniz. Daha sonra memory hissəsi var, əlavə olaraq performans hissəsi var. Burada da biz növbəti slaytlarda inşallah geniş şəkildə danışacağıq. Browser konsolu təbii ki, hər şeyin başladığı yerdir. Burada siz JavaScript xətalarını görə bilərsiniz. Tətbiq etmədəki JavaScript kodunda olan səhvlər konsola düşür. Xəta mesajları çox vaxt daxili yollar və funksiya adlarını aşkar edir. Deyək, siz burada penetration testing zamanı enumeration prosesini icra edirsiniz və hansısa bir funksiyanın adını buradan görə bilərsiniz. Buradan eyni şəkildə aşağıdan gəlib More Tools hissəsindən Developer Tools seçimini eləyərək də eyni pəncərəni aça bilərsiniz. Konsol hissəsinə gələk. Burada hansısa bir xəta olan zaman həmin xətaları bu hissədən bizə göstərir. Məsələn, mən burada Google.com yazım. Burada yenə eyni şəkildə mən More Tools hissəsindən Developer Tools açmaq istəyirəm. Burada gördüyünüz kimi əsas xətalardır və yaxud başlıqlardır, istifadə olunan kontent tipləridir və s. bunları eyni şəkildə buradan görə bilərsiniz. Daha sonra bunu bağlayaq. Eyni şəkildə şəbəkə sorğularını da biz buradan izləyə bilirik. Browserin serverə göndərdiyi bütün HTTPS sorğularını da real vaxtda izləyə bilirik. Gizli API endpointlərini aşkar etmək mümkündür. Burada bəzən olur ki, API security mövzusunda bəzi API keylər vasitəsilə əgər düzgün encryption şifrələmə aparılmayıbsa, onları aşkar eləyərək daha sonra hücum mərhələsində biz bunlardan istifadə edə bilərik. Lokal saxlamanı da eyni şəkildə biz konsol üzərindən müəyyən edə bilərik. Local storage və session storage-də saxlanan məlumatları yoxlaya bilərik. Tez-tez həssas məlumatlar bu şifrələnmədə burada şifrələnmədən saxlanılır. Deyək, müvafiq təhlükəsizlik parametrləri istifadə olunmayıbsa, biz konsol hissəsindən bəzi məlumatları da yenə eyni şəkildə aşkar eləyə bilərik. Daha sonra şəbəkə tabına gələk. Burada sorğuların detallı analizini eyni şəkildə görə bilərik. Burada HTTP headerlardır, request response payloadlardır və sorğuları yenidən göndərmək kimi hissələr mövcuddur. Bunu eyni şəkildə Developer Tool-a gəldikdən sonra yuxarıda network hissəsinə gələrək görə bilərsiniz. Burada növlər başlıq ayrılıb, JavaScript-dir, mediadır, deyək, soketlərdir və digər bütün faylları görə bilərsiniz. Burada eyni şəkildə filter prosesori eləyərək də sorğular arasında keçid eləyə bilərik. Sorğuları belə deyim, filtrləyə bilərik. Burada HTTP headerlarında cookie'lərdir, user agentlardır, authorization kimi headerları eyni şəkildə görüb və yoxlaya bilərik. Gizli tokenlər və sessiya məlumatları da buradan eyni şəkildə aşkarlaya bilərik. Request response payloadlarında göndərilən form məlumatları və JSON cavablarının tam məzmununu görə bilərik. Zəif API-ları bu yolla aşkar etmək mümkündür və sorğuları yenidən göndərə bilərik. İstənilən sorğunu dəyişdirərək yenidən göndərə bilirik. Bu parametr manipulyasiyasını test etmək üçün əsas üsullardan biridir. Bizim bunun üçün spesifik olaraq təbii ki, toollarımız da var Kali-Linuxun içində. Məsələn, WebSuite toolunda biz bu funksiyanı çox geniş şəkildə icra edirik və bilədiyim web applikasiya təhlükəsizlik hissəsində çox işimizə yarayır. Burada sadəcə nəzərə olaraq yadınızda saxlasanız kifayət eləyir. Növbəti dərslərdə biz inşallah detallı şəkildə onun tətbiqini də göstərəcəyik. Daha sonra application tab var. Burada məlumatların saxlanılması nəzərdə tutulub. Bunun içində cookie'lər, lokal və session storage-lər və eyni şəkildə cache məlumatları tutulur. Biz bayaq dedik, məsələn, girək hansısa bir sayta, məsələn, Chrome OS-ə girək. Burada daha sonra biz application tabına gəlsək, burada görə bilərsiniz ki, məsələn, bizim şəkillərimizdir. Ümumiyyətlə saytda istifadə olunan şəkillər. Burada bizim loqomuzu görə bilərsiniz. Burada API-nin ümumi default şəklini görə bilərsiniz. Sayt yükləndikcə təbii ki, burada olan şəkillərin qismi də eyni şəkildə artır. Burada istifadə olunan fontlardır. CSS-də istifadə olunan məlumatlar da eyni şəkildə bunu görə bilərik. Buradakı digər məlumatları da eyni şəkildə siz özünüzdə göz gəzdirə bilərsiniz. Eyni şəkildə keşləri də qeyd etdiyimiz kimi və cookie'lərdə buradan görə bilərik. Əgər düzgün belə deyim şifrələnmə aparmayıbsa, biz orada sessiya yoğurluğu və sair kimi proseslərini eyni şəkildə icra edə bilirik.
Əsas gələk biz istifadə olunan web protokollarına və təhlükəsizlik üçün hansı addımlar atmaq lazımdır, bunları da bir daha toxunaq. İnternetin altında işləyən protokolları anlamaq, səhifələri müəyyən etmək üçün vacibdir. Hansı ki biz Kali Linuxda belə deyim, toollardan istifadə edən zaman geniş şəkildə protokollarla tanış olacağıq və toollardan istifadə edəndə də eyni şəkildə bu seçimləri detallı şəkildə görəcəyik. Ümumi istifadə olunan biz demişdik ki, OSI modeli var. OSI modelinə rəqib olaraq TCP/IP anlayışı da mövcuddur. TCP/IP anlayışı OSI modelinin əksinə 7 qatdan yox, 4 qatdan ibarətdir və tətbiq sahəsinə görə bir-birindən fərqlənə bilir. Ümumi olaraq TCP məlumatın daşınması üçün istifadə olunan bir protokol idi. Transmission Control Protocol mənasına gəlirdi. Hansı ki, məlumatın etibarlı çatdırılmasına, məlumatın paketlər halında göndərilməsinə və səhvlərin yoxlanılmasına fokuslanırdı. Bir məlumat yəni tam şəkildə çatdırılmalı idi. IP isə ümumiləşdirmə üçün istifadə olunurdu. Əsas məqsədi yönləndirmə idi və şəbəkələr arası məlumat transferi üçün eyni şəkildə nəzərdə tutulmuşdu. Bu bayaq da qeyd etdiyimiz kimi bütün proseslər TCP/IP modelinin içində eyni şəkildə qeyd olunub. OSI modeli ilə paralel şəkildə istifadə olunur. Hal-hazırda TCP/IP modeli daha çox istifadəyə yararlıdır. Burada görə bilərsiniz, məlumatın etibarlı və ardıcıl şəkildə çatdırılmasını təmin edir. Hər paket alındıqda təsdiqləmə göndərilir. Burada TCP three-way handshake deyilir. Yəni ilk olaraq məlumat göndərilir, daha sonra məlumatın göndərildiyi təsdiq olunur və son olaraq sessiya sonlandırılır və beləcə məlumatın düzgün şəkildə və tam şəkildə transfer olunduğu təsdiqlənir. IP haqqında danışmışdıq, IP növləridir, hansı məqsədlə istifadə olunduğudur. Bunlara bir daha toxunmayacağam. Bundan öncəki dərslərdə geniş şəkildə onu görə bilərsiniz. Daha sonra DNS təbii ki bizim web applikasiyalarda ən çox gördüyümüz, ən çox rastlaşdığımız protokollardan biridir. Bunun haqqında biz də yenə eyni şəkildə geniş şəkildə danışmışıq. Spesifik olaraq mövzu ilə bağlı bir video dərsimiz də var. Ona da eyni şəkildə göz gəzdirə bilərsiniz. Əsas məqsəd nə idi? Domen adlarını maşınların başa düşdüyü IP ünvanlarını çevirmək məqsədilə istifadə olunurdu. Məsələn, biz deyək 168.1.1.1 məsəl üçün deyirəm. O IP ünvanını yazmaq yerinə, yadımızda saxlamaq yerinə birbaşa google.com və yaxud spesifik IP domen adını yazaraq həmin IP ünvanını belə deyim, həmin IP ünvanlı resursu əlçatan ola bilirdik. Burada təbii ki, bizim ən çox istifadə edə biləcəyimiz hücumlardan bir hansıdır? DNS spoofing hücumlarından istifadə edə bilərik. Hücumçular saxta DNS cavabları göndərərək istifadəçiləri zərərli saytlara yönləndirə bilərlər. Bu man in the middle hücumlarının bir növüdür. Biz eyni şəkildə bu hücumdan da növbəti dərslərdə danışacağıq. DNS sorğularının analizi pentestdə domen strukturunu anlamağa kömək eləyir. Subdomen axtarışı bu addımın bir hissəsidir. Biz bu mövzuya çox dərindən toxunmaq istəmirəm. Onsuz növbəti dərslərdə biz web applikasiya təhlükəsizliyi hissəsində bu mövzulara geniş şəkildə toxunacağıq. Sadəcə nəzərinizdə olsun ki, DNS spoofing və subdomen axtarış zamanı DNS mövzularını bilmək bizim üçün çox vacibdir. Bu səbəbdən əgər DNS ilə bağlı hansısa bir zəifliyiniz varsa, bundan öncəki dərslərdə DNS haqqında olan mövzuları detallı şəkildə belə deyim, təşkil etməyinizi məsləhət görürəm. Daha sonra WebSocket anlayışı mövcuddur. WebSocket anlayışı HTTP-nin yerinə istifadə olunan bir anlayışdır. Məsələn, harda istifadə oluna bilər? Chatbotlarda istifadə olunur və buna bənzər real vaxt əlaqəsi tələb edən proseslərdə istifadə olunur. Bu nədir? Browser və server arasında davamlı iki istiqamətli əlaqədir. Bidirectional olaraq da keçir. Adi HTTP-dən fərqli olaraq hər dəfə yeni sorğu göndərilir. HTTP zamanı hansısa bir resurs əldə etmək istəyən zaman və hansısa bir yenilik, belə deyim, əldə etmək istəyirsək və yaxud yeni bir səhifəyə keçmək istəyiriksə, hər dəfə HTTP sorğuları yenidən göndərilirdi. Bu da müəyyən qədər vaxt ala bilirdi. Düzdür, bizim başa düşəcəyimiz qədər uzun bir vaxt deyil, millisaniyələr içində baş verir, amma yenə də bu prosesi az da olsa yavaşlada bilirdi. Əsas istifadə olunma hissələrini yenə eyni şəkildə buradan görə bilərsiniz. Real time chatlərdə, onlayn oyunlarda canlı bildirişlər və maliyyə lövhələri WebSocket-dən istifadə edir. Lakin bunun da müəyyən qədər bir təhlükəsizlik riski mövcuddur. Zəif implementasiyalar və məlumat sızmasına və autentikasiya yoxlamalarının kəsilməsinə səbəb ola bilər. Ona görə ümumiyyətlə istifadə olunan bütün toollar və yaxud hansısa bir prosesi implementasiya eləmək istəyiriksə, biz ilk olaraq onun təhlükəsizliyinə fokuslanmalıyıq. Bu secure code hissəsində biz penetration testingdə belə deyim, secure code mövzusunu çox detallı şəkildə toxunacağıq və orada olan zəiflərdən istifadə eləyəcəyik. Bu da təbii ki, biz düzgün konfigurasiya olunmamış proqramlardan, servislərdən istifadə edərək prosesi icra edirik. Bu da eyni şəkildə nəzərinizdə olsun. Burada istifadə olunan əsas alətlərdə son olaraq göz gəzdirək. Növbəti dərslərdə inşallah bunları geniş şəkildə əhatə eləyəcəyik. Mmap bizim ən çox istifadə etdiyimiz tooldur. Enumeration prosesindən ən çox istifadə olunan tooldur paralelində. Şəbəkə skaneridir. Açıq portlara işləyən xidmətləri və əməliyyat sistemlərini aşır etmək məqsədilə istifadə olunur. Ümumiyyətlə pentestdə bizim ilk eləyəcəyimiz iş mmapdir. Təbii ki, bu enumeration mərhələsindən sonra da enumeration məqsədi də mmap istifadə oluna bilər. Lakin ilk mərhələlərdən biridir, belə deyim. Daha sonra Burp Suite biz bayaq da dediyimiz kimi Burp Suite-dən biz web tətbiq etmələri üçün
Bayaq dediyim məsələn sorğuları biz manipulyasiya edib yollayıb, daha sonra onun üzərindən məlumatlar əldə edə bilərik. Worksheet bunun üçün bizim işimizi eləyir. İçində eyni şəkildə brute force dictionary atak eləmək üçün də hissələr mövcuddur və hansısa veb saytda olan gizli məlumatları da eyni şəkildə biz Worksheet toolu vasitəsilə əldə edə bilərik. Əsas hissələri mövcuddur: proxy, scanner, intruder. Bu mövzular sizə aydın deyilsə və yaxud qarışıq gəlirsə narahat olmayın. Worksheet ilə bağlı bizim xüsusi dərslərimiz olacaq. Həmin dərslər zamanı eyni şəkildə detallı şəkildə mövzunu anlayacaqsınız. Sənayedə istifadə olunan əsas standart alətlərdən biridir. Daha sonra WhatsApp var. Bizim ümumiyyətlə Kalinin içində biz pen testi, veb applikasiya testini belə deyim, manual şəkildə icra edə bilərik. Lakin bunun üçün hazır toollar var. Məsələn, WhatsApp ola bilər və yaxud buna bənzər bir çox toollar var. Bu toollar vasitəsilə biz birbaşa həmin URL-lər üzərində hansısa bir veb boşluğunun olub-olmadığını aşkarlaya bilərik və beləcə biz müəyyən bir boşluq tapdıqdan sonra həmin boşluq üzərində gedərək sistemi tam ələ keçirməyə çalışa bilərik. Eyni şəkildə o WhatsApp-da Worksheet-ə bənzər açıq mənbəli veb tətbiq etmə təhlükəsizlik skaneridir və yeni başlayanlar üçün əsas seçimdir. Qeyd etdiyim kimi deyək, biz gələn dərslərdə danışacağıq veb tətbiq boşluqlarından. O WhatsApp kimi toollar vasitəsilə bu boşluqlar avtomatik şəkildə bir-bir yoxlanılaraq hansısa bir boşluq olub-olmadığını sizə rahatlıqla göstərir. Əks təqdirdə biz manual olaraq bir-bir bütün boşluqları yoxlamalıyıq və bu da bildiyiniz kimi çox vaxt alan və çox ağırlı bir prosesdir. Ona görə bunun kimi toollardan istifadə edə bilərik. Daha sonra gələk SQL Map tooluna. Buna bənzər bir çox tool var. Bu sadəcə sizə bir introduction olması üçün burada qeyd olunub. SQL Map nədir? SQL injection zəifliklərini avtomatik aşkarlayan və istismar edən güclü bir alətdir. SQL Map tooluna da eyni şəkildə biz ciddi şəkildə tətbiq edirik. Bayaq dedik, data bazalarda məlumat çəkmək məqsədilə istifadə olunur. Biz məlumatları çəkdikdən sonra daha sonra bu məlumatlardan istifadə edərək sistemə sıza bilərik və orada privilege escalation'dır, pivoting'dir və buna bənzər digər prosesləri icra edə bilərik. Verilənlər bazası hücumlarını test eləyir və sözsüz ki, bu adətləri yalnız icazə verilmiş sistemlərdə istifadə etməlisiniz. Yəni hansısa bir resursa girib təbii ki, bu adətlərin heç birindən istifadə etməməlisiniz. Əks təqdirdə qanuni çərçivədə müəyyən cərimələrlə üzləşə bilərsiniz. Bu dərslik bu qədər. Növbət dərslərdə biz inşallah veb təhlükəsizliyinin biraz daha dərinə gedəcəyik. Diqqətiniz üçün təşəkkür edirəm. Növbət dərsdə görüşərik.